Xırdalan şəhərinin mərkəzində, Abşeron İcra Hakimiyyətinin tam yaxınlığında apartman tipli 6 mərtəbəli binanın 3-cü mərtəbəsində 47 kvadrat metrdən ibarət 2 otağa düzəlmə, belə bir gözəl, səliqəli və gördüyümüz təqdimatda olan bütün əşyalarla birlikdə yalnız elektrik avadanlıqları çıxacaq, amma kondisioner çıxmayacaq, kondisioner qalacaq. Belə bir gözəl, səliqəli mənzil təqdim edirəm sizlərə. Təqdimata başladıq mənzilimizin qonaq otağından. Xırdalan şəhərində Abşeron İcra Hakimiyyətinin tam yaxınlığı 4 nömrəli məktəbə tam kənarında, yəni 4 nömrəli məktəbin yaxınlığında belə bir gözəl, səliqəli mənzil təqdim edirəm sizlərə. Bina tam yaşayışlıdır, bütün kommunallar fasiləsiz olaraq verilir. Mənzildə istilik sistemi, kombi sistemi çəkilib, kombi radiator isə quraşdırılmayıb. Binada sürətli lift işlək vəziyyətdədir. Hazır köç yaşa mənzildir. 6 mərtəbəli binanın 3-cü mərtəbəsində yerləşir. Orta blok, orta mənzildir. İndi isə təqdimat edəcəm sizə mənzilin digər hissələrinə. Bir daha qonaq otağına baxırıq və keçirik mənzilimizin digər hissələrinə. Bu hissədə yerləşir mənzilimizin əsas giriş qapısı. Giriş qapıdan daxil olarkən bizi qarşılayır belə bir dəhliz. Metlaq olan hissələr hər biri isti döşəmədir. Qeyd etdiyim kimi 47 kvadrat metrdən ibarətdir mənzilimiz. Mənzilimizin artıq kubçalaşma dövrüdür, yəni artıq sakinlərdən kubçaya aid rüsumlar alınıb. Çox yaxın bir müddətdə mənzil kubçalı şəkildə təqdim olunacaq. Yəni günü bu gün alsanız siz çox böyük fürsət əldə etmək olursunuz. Çünki kubça qalxan zaman təbii ki mənzilin qiymətində dəyişiklik olacaq. Hal-hazırda isə çox gözəl bir qiymətlə təklif olunur. Aksesuarlarla quraşdırılmış gördüyünüz hamam otağını. Burada isə mətbəxdir. Çox gözəl, səliqəli mətbəx mebellə quraşdırılıb. Mətbəximiz tamamilə işıqlıdır. Birbaşa eyvana çıxışı var. Belə bir eyvanımız da var burada. Qaz sayğacı quraşdırılıb. Hazır şəkildə. Yəni tam yaşayışlı bir binadır. Yerləşmə yeri də çox gözəldir. Məktəbin bir addımlığında yerləşir. 4 nömrəli məktəb nəzərdə tutulur və gözəl bir səliqəli mənzildir. Bütün əşyalarla birlikdə yalnız elektrik avadanlıqları çıxmaq şərti ilə. Ətraflı məlumat almaq üçün YouTube kanalımıza abunə olursunuz. Bizi Instagram və TikTokdan izləyə bilərsiniz. Satışda olan əmlaklarınız barədə bizə məlumat verə bilərsiniz. Bu günə bu qədər. Növbəti çəkilişdə görüşürük.